Salam əziz uşaqlar. Mən bugün sizin üçün yeni bir sualın izahını çəkirəm. Deməli, bizə iki dənə çoxhədli verib. Px çoxhədlisi və Qx çoxhədlisi. Deyir ki, Px çoxhədlisi Qx çoxhədlisinə bərabər olarsa, A üstəgəl B üstəgəl C-ni tapın. Mən burada, əgər Px Qx-ə bərabərdirsə, 3x-in kubu çıxılsın 4bx üstəgəl 6 bərabərdir ax kubu plus 8x plus c. C yaza bilərəm. Buradan mən görürəm ki, x kubun əmsalı 3, digərinin isə a-dır. Yəni, a bərabərdir 3. Digərdə x-in əmsalı 8, sol tərəfdə isə x-in əmsalı mənfi 4b-yə bərabərdir. Deməli, buradan b-imizin mənfi 2 olduğunu görürəm. Və sərbəst hədlər isə bir-birinə bərabər olduğuna görə C-nin də 6 olduğunu gördüm. Məndən A üstəgəl B üstəgəl C-ni soruşur. Yəni 3 üstəgəl mənfi 2 üstəgəl 6. O da bərabərdir 7. Cavabım oldu 7.